yadda qalmır. Ona görə istəyirəm bunu həmişə istəyirəm bu haqda deyəm. Vacib məsələdir. Nə də ki, bu sağlamlıq da qalmayıb. Neyniyəsən? Bu nəyə görə ermənilərə bu gün dəstək olur bütün dünyada? Yəni bunları görürsüz necə qaldırırlar. Dünyanın ən yaxşı idmançıları, bu da görürsüz talantlı xalqdır, talantlı millətdir, haylar. Hani görün bəstəkarlar. Bizim musiqiləri oxurlar, onlara çıxırlar, üstünə vururlar. Bizim geyimləri geyirlər, o göz yumurlar Avropalılar. Bilirsiniz, deməli, konstruktor, general, birinci xristian görürsüz bütün dünya hamı Rus, erməni nə maraq var? Erməni bu qədər qaldırsınlar. Görün olimpiyadada nə edirlər ermənilər? Nə bilim hansısa ölkədə gör neynədi, bu neynədi, o neynədi, yaratdı, bunu bütün vəssalam. Görürsünüz Nuh peyğəmbər gəlib deyir ki, görüb deyib, bilirsiniz Yerevan, niyə deyirlər Yerevan erməni? Yerevaç. Yani прояснилось, показалось, nə bilim nə, görsəndi, nəyi görsəndi İrəvan. Məsəl üçün də yəni bunu necə görürsünüz, düzəldirlər ki, Nuh da gəldi. Bu şərt qoyulub erməninin qabağında ki, sən haçan lazımdır hürmək türkə qarşı hürmək, sən hürməlisən. Sən bizim itimizsən. Yəni bunu Pyotr Pervi elə belə demədi ki, ay qırmızı xoruz erməni. Yəni haylara qırmızı xoruz deyirlər, bilirsiniz də. Yəni bu hay elə bir xalq deyil ki, elə belə deməyiblər bu xoruz. Və bunlar sizcə fikirləşin, ağıllı adam, qədim xalq adam tualetə girib adını yazar. Çirki ilə götürüb adını yazır, eradan əvvəl bu tualetdə xaç qoyur. Yəni sivil qədim xalq belə şey deyər. Qədim xalq çinmir, il gəlir illərlə. Bunu hamamı necə Avropada, Rusiyada, Qafqazda birinci hamamı təmizləyir, türklər gətirib tikib. Elə də 20-ci ildə ermənilərə tualeti tikir, il gəlir. Niyə bax bu iyilənmiş xalqa belə dəstək olur? Bax bu şərt görürsünüz. İyilənmiş xalqa belə niyə? Türk var ortada. Türk olmasa erməni lazım olmaz. Bu bir. İkincisi, həmişə bizim bu deputatlardır, siyasətçilərdir. Sual verəndə ermənidən jurnalistlərimizə birinci cavab bu olsun. Niyə sizin erməni yazıçıları, Xorenaçı, niyə deyib ki, biz iblisi yaradıb? Da, iblisdən olmuşuq, tanrıdan yox. Niyə Çarız deyib ki, biz fahişə xalqıq? Niyə Samvelidir, Daşdənçidir, erməni yazıçıları, alimləridir, tarixçisidir, deyir ki, erməni xalqı ən alçaq, əskik, təhlükəli bir məxluqdur. Bunu sonra Marks başlayıb deməyə, Marks deyib ki, bunlar fahişə xalqlar, panelli qadınlar. Mayakovskisidir, Cumasıdır, hansını deyim, Veliçko, Çavçavadzisi, Tolstoy, Lev Tolstoy, bilmirəm Mayakovskisidir, Puşkin. Adam mən yadımdan çıxıram hamısı, dünyanın bütün ziyalıları, indi demirəm bu axır vaxtda Alain Delon rəhmətlik deyibdir. 21-ci əsrin ən təhlükəli xalqı özü kimə? O müğənni yoxdur, Şarl Aznavur erməni dostuna deyib, üzünə 24 apreldə. Siz bunları deyin, ay Amerika, ay Fransız, ay Avropalı. Siz, bax bu, ermənidən soruşun, niyə sizin adınıza xoruz qoyublar? Niyə siz tualetdə adınızı yazırsınız? Niyə sizin çarənciyiz, Maşdosdur, Samvelidir, çarəncidir, Xorenaçıdır, niyə sizi deyib fahişə, niyə deyib ən aşağı səviyyədə insan, yəni heyvan. Bir heyvan ki, qaşınır, meymun kimi qaşınıb, Türk deyib ki, geçimi qaşınma. Meymun kimi qaşınırlar, bu Ruslar, ermənilər. İndi durub bizə deyir, mədəniyyətdən danışırlar.
Ay kişi, ay deputatım, ay şey, bak bunlardan başlayın. Siz terrorçu deyəndə terrorçu o e, ki bizim başımızı kəsənləri, ermənilər ki o oturublar türmədə. Onları buraxanda bax bunu göstərin deyin. Зачем убили Бен Ладена? Terörist de Ermeni тоже da terör sayılır. Bunu diyemirsiniz. Ben Laden'e onda siz doğrudur. Ha, biz de görək. Niye bu Rohli'nin adına vermişsiniz? Qarabağda erməniləri deməli ən müasir silah verib, özü də ruslar qırıbdı Azərbaycanda türkləri. Ermənilər də baş kəsilmiş. Niyə siz bax bu Ronald Reaganı gözlərinə soxun da, deyir Ronald Reagan deyib ki, ermənilər öz ermənilərini 15-ci ildə öz ermənilərini öldürürmüşlər. Bax bunlar sübut edib. Bruce Wayne, Ronald Reagan araşdırıblar Avropada. Ermənilər Türkün o hərbi paltarını geyib erməniləri öldürülmüşlər. Bilirsiniz, necə Stalin xatında Ruslar Alman paltarı giymiş. Yəni bilirsiniz, siz bunları soxun gözlərinə. Sizin Amerikanın prezidenti deyib, Ronald Reagan deyib ki, erməni kim deyir. Bu bir. Erməniləri də bir dəqiqə həmişə gözlərinə soxun. O İrəvan qalası döyüşləri 26 ilki döyüşlər. 26 döyüş Türk, Azərbaycan türkləri, xanları ki döyüşəndə onu ermənilər qapıları açıb yeridiblər. Yəni onu Baskeviçli, Sisyanovda istifadə ediblər. Feldmarşal Budoviç orada məğlub olub. 150 mindən çox əskər itirdilər 26. Hələ deyir, hələ o şey ediblər onlar, arxivlərdə azaldıblar saylarını. Deməli, Aleksandr imperatoru bunlar tapşırıblar ki, o İrəvan qalasının izi qalmasın. Söküblər, məhv eləyiblər qalanı paxıllıqdan. Yəni bu 26 il bizi qalib gələ bilmiş, axır ermənilər giriblər, aldadıblar, qapıları açıblar. 26 il Azərbaycanda heç bir xanlıq döyüşməyib. Ancaq İrəvan xanları. Ona görə də paxıllıqdan bunun qalanın üstündə aparıb necə bir müsəlman türkü kimi onu qıcıq yaratmaq üçün konyak zavodu tikiblər, bilirsiniz də. İrəvan qalasının üstündə, yəni qalanı məhv edib, deməli, tikiblər bunu. Konyak zavodu tikiblər. Yəni bugün, bax bu ermənilər ki, beləki təxribatçı suallar verəndə, o birinci qoyunu öz erməniləri niyə sizə belə ad qoyub? Nəyə görə sizi, bir sualımıza verin də, nəyə görə siz, bax bu beləki xalq durub, hələ bizi nədəsə günah axtarırsınız. Yəni bunları bəziləri deyir ki, bizim deputatları bizim işimiz başqa işimiz yoxdur. Başqa işimiz nə olacaq? Siz nə deyirsiniz, yəni bu xaricdəki nəsl ilə eləsinlər, susaq da, heç nə deməyək. İçinizdə nədir? O deputada onun valideyni nə deyibdi, o da onu edir. O məni eşitməyəcək ki. O nə vecinə, o valideyn demiş ki, qonşunun çörəyi yox edir. Bax, görək deputat. Bax, gör axı bu 300 manatı, bəlkə azı, bəlkə onun sənin öz maaşından bir şey eləsin. Onu mən deyə bilmirəm, axı, o məni eşitməyəcək. O məni eşitməyəcək, əksinə hələ biz başımızdan da vuracaqdır. Niyə, kimdir? Mən ona görə onun qardaş, o valideyn ona deməyibsə, mən kiməm? Ona görə də o öz işini necə lazımdır, elə də görür, necə deyiblər, elə də görür. O valideynini eşitməyən adam məni eşidəcək. Birincisi ki, valideyn deməyib, baxır, yəni insanlara, xalqı unutma yenə, çörək yeyəndə. Maaşı gör çatır, ya indi işi var, gücü var, onu mən deyə bilmərəm. Onun desən də xeyri yoxdur.
Amma mən indi bunu məcburam mən, daxili o xarici düşmanları üçün mən deyirəm, yəni bunu beləki şərtləri qoyun qabağına. Onları susturmaq üçün qardaş, bütün bizim jurnalistdən tutmuş hamısı bax bunlara birinci onları qoymalıdır onların qabağına və onları susturmaq üçün. Yəni bu hayları niyə bu gün dəstək olurlar? Görürsüz şərt qoyublar. Şərti qoyublar, ona görə də bu şərt ki, bu türkü məhv eləmək üçün ermənini qaldırırlar. Talant, bütün talant 10 bunun mahnısını, onun bunun əli ilə yalançı idmançını görürsüz heç nədən birinci yerə qaldırırlar. Orada bütün hamısı bu şərtlərdir. Necə türkü məhv eləmək üçün. Elə belə deyil. Onu bütün ona görə bilməlidirlər. Yoxsa bunu da mən deməsəm, başqa elə deyəm ki, deputatımız elə camaatın çörəyi yoxdur. Onun valideyni deməyibdir. Onun valideyni gərək deməlidir. Onda bəlkə də biraz düşünər ki, qonşu görün vəziyyət üçün də. O nə? Mən indi onu desəm, onu eləməyəcəm. Bunu da qoymayacaq. Bu haqda da mən danışıb. Bu düşmanın işi qalacaq qıraqda. Bilirsiniz ya yox? Elə deyil, hamı elə. Kişi kimi döyürsünüz. O adama deməyiblər, mən onu çatmayım. İndi mən deyirəm, bu sözü deyirəm də. Deyirəm ki, yəni düşmana qarşısına çıxmaq üçün hansı deməli məsələlər var ki, onları yada salmaq lazımdır. Bax bu qədər.